Salam əziz izləyicilərim. Bugün sizlərlə qoğanın hazırlanmasını paylaşacağım. Bunun üçün 1 çay qaşığı maya, 1 çay qaşığı pesoq, 1 çay qaşığı un su ilə qarışdırıb 2-3 dəqiqə mayalandırmalıyıq. Xəmir üçün 3 stəkan süd, 2 xörək qaşığı duz, 2 yumurta ilə xəmiri hazırlayırıq. Parına qədər tökmək olar. Dəqiqədən sonra 9-11 gündə hazırlayıb 5 dəqiqədən yaymağa başlayırıq və yağlayırıq. Sonra yuxaların arasına əvvəlcədən hazırlanmış içlik tökürük. İçlik üçün 1 stəkan un, rəngi dəyişmədən qovurmaq, 20-30 qram yağ, 1 xörək qaşığı duz qatıb yaxşıca qarışdırmaq lazımdır. Yuxaların arasına içlik səpdikdən sonra yuxaları kəsib bükməli, biraz dinləndirdikdən sonra azca yayıb bişirməliyik. Yuxaları kəsdikdən sonra qoğalların üzərinə yumurtamalı və çörək otu səpmək lazımdır. Çörək otu səpdikdən sonra bişiririk. Və budur, qoğallarımız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Abunə olub like atmağı unutmayın. Sağ olun.